Hər vaxtınız xeyirli olsun. Hər kəsi salamlayırıq. Dalğa FM radiosuna xoş gəlmisiniz. Hər birinizi ürəkdən salamlayırıq və gözəl əhval-ruhiyyə arzu edirik. Biz isə davam edirik. Sənətə, mədəniyyətə xidmət edən Mədəniyyət Nazirliyi ilə Dalğa FM radiosunun ortaq media layihəsi Sənətin Səsi efirdədir və elə sənətdə səs salan layihələrdən də danışırıq. Bizim verilişimizin həm də əlbəttə ki, başlıca məqsədi, amalı sənətkarlarımızın istər xatirə günləri olsun, istər həmçinin doğum günləri olsun, onları yenidən və yenidən araşdırmaq, onların yaradıcılığına müraciət etmək və elə sənətkarlar var ki, əslində onlar təkcə doğum günlərində, xatirə günlərində deyil, hər zaman sənətdə var. Çünki onlar bizim qəlbimizdədir. Onların əsərləri ilə, öz etdiyi ifaçılıq, əlbəttə ki, qabiliyyəti ilə, sənətə verdiyi töhfələri ilə hər zaman sənətdədirlər, ruhən bizim qəlbimizdədirlər və düşünürəm, aprel ayının sonu üçün çox əlamətdar bir hadisə oldu. Əslində bir çox layihələr keçirildi və yeri gəlmişkən Beynəlxalq Muğam Mərkəzi çox gözəl bir ənənəni yaşadır. Elə Mədəniyyət Nazirliyinin dəstəyi ilə də keçirilən bir çox tədbirlər olur ki, bizim sənətkarlarımızın yaradıcılıq gecələri keçirilir və biz də mütəmadi olaraq bu layihələri həm işıqlandırırıq, həm özümüz də iştirak edirik və məhz aprel ayının son günlərində, məhz 27 aprel tarixində əslində həmin gün biz efirdə də bu barədə danışmışdıq. Azərbaycan kaman ifaçılıq sənətini dünyaya tanıdan, zirvələrə ucaldan bir sənətkar, əməkdar artist Ədalət Vəzirovun doğum günü idi və 75 illik yubileyi Beynəlxalq Muğam Mərkəzində qeyd olundu. Çox möhtəşəm bir tədbir oldu və sözün əsl mənasında demək olar kaman ifaçılıq sənətinin ən parlaq ifaçıları orada yığışmışdılar və biz də elə biz də çalışdıq ki, o layihədən danışaq, o tədbirdən danışaq, efir vasitəsilə özümüz də sevə-sevə əlbəttə ki, hər zaman qatılırıq bu cür tədbirlərə və qeyd etmək istəyirəm ki, həmçinin də bugün də biz düşündük ki, elə həmin tədbiri işıqlandıraq və ümumiyyətlə Ədalət Vəzirov zirvəsindən, sənətindən danışaq və sözsüz ki, onun haqqında danışacaq şəxs ilk növbədə onun soyadını, onun adını, onun sənətini və əlbəttə ki, ümumilikdə bu adı yaşadan bir şəxsdir. Həm sənətdədir, həm musiqidədir. Sənətşünaslıq üzrə fəlsəfə elmləri namizədi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin İnstrumental İfaçılıq Kafedrasının baş müəllimi Aydan Vəzirova bugün bizimlədir. Xoş gəlmisiniz Aydan xanım. Xoş gördük Sevinç xanım. Mən də öz növbəmdə Dalğa FM dinləyicilərini və sizi, sizin rəhbərliyinizi salamlayıram. Təşəkkür edirik. Təşəkkür edirəm dəvətiniz üçün. Çox sağ olun. Biz əslində Aydan xanımla çox tez-tez Ədalət Vəzirovu söhbətlərimizdə, xatirələrimizdə yad edirik. Mən əlbəttə konsert keçiriləndən sonra, yubiley gecəsi keçiriləndən sonra yenidən əlaqə saxlamışdıq, danışmışdıq, öz təəssüratlarını bizimlə bölüşmüşdü. Amma bugün istərdim efirdə öz təəssüratlarınızı danışasınız. Amma bir telefon bağlantımız elə başlar-başlamaz bizim gözəl ustad sənətkarımız Ədalət Vəzirovla elə demək olar ki, dünyanı gəzən ustad sənətkar, xalq artisti, böyük tarzən Zamiq Əliyev telefon xəttindədir. Aydan xanım, gəlin Zamiq müəllimlə elə başlayaq xatirələrimizə, söhbətimizə. Hər vaxtınız xeyir olsun Zamiq müəllim. Xoş görmüşsünüz, xoş görmüşsünüz. Necəsiz? Çox sevinçli haldır ki, bu günləri bizim çox hörmətli sənətkarımız haqqında söhbət açırsınız. Bəli, belə sənətkarlar ölmürlər, yaşayırlar. Mən elə bilirəm ki, bu günləri Ədalət müəllimin qızı da sizin yanınızdadır. Onu da salamlayıram. Və sizlərə uğurlar arzulayıram. Əlbəttə Ədalət Vəzirov haqqında mən saatlarla danışsam, bəlkə də vaxtımız çatmaz. Ədalət Vəzirovla biz ilk olaraq Xalq Çalğı Alətləri Ansamblında dünyanı dolaşdıq. Böyük sənətkarımız, xalq artisti, ekster xalq artisti Zeynəb xanımla bərabər. Daha sonralar Muğam Üstüyündə Alxan Abdullayevlə bir yerdə yenə də dünya səhnələrini bölüşdük. Ondan sonra qərara gəldik ki, ulu öndərimiz belə bir söz işlətmişdi səhnə arxasındakı peşəkarlar gənclərə dəstək olmalıdır. Bu baxımdan biz qərara gəldik. Mərhum sənətkar dostum Ədalət Vəzirovun gənc bir istedadı üzrə çıxardaq və xalqımıza təqdim edirdik. Bu mənada indi hal-hazırda xalq artisti Şimari Emanovanı biz ulu öndərin qarşısında
təqdim etdik. O bəyəndi bizi, üstüyümüzü, necə deyərlər, bir neçə xarici səfərlərə özü ilə bərabər apardı, rəsmi səfərlərdə və ən uğurlu günümüz, belə deyək ki, qələbəmiz isə 46 ölkə içərisində, Şərq Sənayeləri Festivalı içərisində Grand Prix mükafatımız oldu. Qaydandan sonra Ulu Öndər bizi təbrik edir, üçümüzü də və üçümüzdə də fəxri adlarla sərəncam verdi. Və əlbəttə ki, bu haqda mən yenə deyirəm, çox danışa bilərəm. Ədalət Vəzirov çox az yaşadı. Çox az yaşadı. Ancaq o az yaşasa da elə bir iz qoydu ki, onun tələbələri, mən deyərdim ki, o bir məktəb yaratdı. Ona görə də Ədalət Vəzirov heç vaxtı unudulmayacaq. Bəli, bəli. Yenə deyirəm, mən yaxşı ki, siz bu günləri bu sənətkar haqqında təşəkkür edirik, Zamiq müəllim. Mən də təşəkkür edirəm sizə ki, mənə də imkan yaratdınız. Az da olsa vaxtınızı almaq istəmirəm. Borcumuzdur. Sizi eşitmək hər zaman xoşdur. Var olasınız. Sizin kimi sənətkarların timsalında, bəli, sənətimiz də yaşayır və Ədalət Vəzirov da sənəti yaşayır. Xatirələrdə, bax, sizin söhbətlərinizdə. Var olasınız. Çox sağ olun, Zamiq müəllim. Təşəkkür edirəm. Ruhu şad olsun. Ruhu şad olsun. Belə sənətkarlar daim yaşayırlar. Bəli. Var olasınız. Var olun. Siz var olun. Təşəkkür edirik, Zamiq müəllim. Xalq artisti Ustad Tarzən Zamiq Əliyevin xatirələri idi. Eşitdik. Əslində çox maraqlıdır. Biz Zamiq müəllimlə əlaqə saxlamışdıq. Daha sonra Aydan xanımla da əlaqə saxladıq. O da eynən elə dedi ki, Zamiq müəllimlə bir bağlantı edəyin. Çünki sizin atanızla o uzun müddət bir yerdə, çox müddət çalışıblar bir uzun yerdə. illər. Bəli, bəli. Demək olar ki, onun elə ən yaxın dostu Zamiq müəllim olub. Bir yerdə necə deyimsə, hər axşam mütləq bir yerdə söhbət eləməlidirlər. Nəyisə müzakirə eləməli, hansısa bir konserti planlaşdırırdılar, hansısa bir səyahəti, konsert səyahətini planlaşdırırdılar. Yəni Zamiq müəllim indi də mənə çox dəstəkdir. Ümumiyyətlə bu konsertin ərsəyə gəlməsində, bu yubiley konsertin ərsəyə gəlməsində ilk müraciət etdiyim insan Zamiq Əliyev olmuşdu. Bax, bunu bilmirdiniz. Bəli, mən müraciət etdim çünki heç özü də görürsüz demədi. Yox, təvəzzükarlıqdan. siz necə mən ona müraciət edəndə dedim ki, bunu işıqlandırmaq üçün mənə bir yol göstərin, mənə bir çığır açın, bir müraciət eləmək lazımdırsa, siz mənə kömək olun. Sağ olsun, dəstək göstərdi. Bəli. Zamiq müəllim bizim ailəmizin demək olar ki, biz ailəvi bir yerdə olmuşuq. Həmişə bir yerdə getmişik gəzməyə, bir yerdə oturmuşuq. Biz indi də əlaqə saxlayırıq. Zamiq müəllimin yoldaşı, uşaqları. Yəni biz ailəvi dostuq. Bəli, bəlkə də hər kəsin dillər əzbərinə çevirən bir sənət əsəridir. Hacı xan Məmmədovun konsertindən ikinci hissə, səhv etmirəmsə, Aydan xanım. Bu konsert mənim aləmimdə sanki Ədalət Vəzirovun adı ilə bağlıdır. Amma tarixçəsi necə olub? Yəni bu əsər onun üçünmü Hacı xan Məmmədov zamanında bəstələmişdi, yoxsa necə? Belə deyək Sevinç xanım. Bu kamança ilə simfonik orkestr üçün olan konserti Hacı xan Məmmədov. Bəli. Özdə görürsünüz ki, bir dənə kamança konserti var da. Yalnız bir konsert. Bəli. Konsertlərdir. Bəli, bu bir ilk kamança konsertidir. Bunu bəstələyib bitirəndən sonra ilk ifaçısı Şəfiqə Eyvazova olubdu. Amma bunu necə deyim səndə, heç kəsin xətrinə dəymək istəməzdim. Kamançanın üçün elə bir redaktə olunmuş bir versiyasını papam, bunu atam daha gözəl çatdırıb dinləyicilərə. Ümumiyyətlə bu konsert xaricdə səslənməsi ilk dəfə Ədalət Vəzirov. Türkiyə Tekfen Qaradəniz Simfonik Filarmonik Orkestri ilə bir neçə Türkiyənin başqa şəhərlərində səslənib bu konsert. Daha sonra bu konserti də ifa edən kamança ifaçıları olub. Amma mənim üçün ən gözəl ifası, yəni belə deyək də, biraz yedinka olan bir ifa mənim atamın ifasıdır. Təkrar olunmaz. Yəni öz möhürünü vurub Ədalət Vəzirov. Hətta bəstəkar özü demişdi ki, sən bunu mən yazdığımdan da kənara çıxıb elə ifa eləmisən ki, bəli, bax bunu mən eşitmişdim. Elə gözəl xüsusiyyətlərlə ifa eləmisən ki, ifaçılıq xüsusiyyətlərlə. Bəlkə heç mən onu orada əsərdə partiturada qeyd etməmişəm, amma sən onu redaktə eləmisən. Bəli. Haqqını verib zamanında, sağlığında Ədalət Vəzirov. Bax bu kamançanın bu konserti əslində elə Ədalət
Ədalət Vəzirovdan, Şəfqə Eyvazovdan sonra bu gün bir çox sənətkarlar ifa edirlər. Hər kəsin demək olar Öz dəstəxətti var, bəli. öz qatqısını qatır, öz millizmləri, öz dəstəxətti sözsüz ki, öz yerində və bu əsər də hazırda elə fonda səslənməkdədir və mən konsertə qayıtmaq istəyərdim. Konsertlərdən Bəli. danışarkən Zakir Bağırovun da simfonik kamança və simfonik orkestr üçün olan konsert olub. Onu da atam ifa eləyib Ədalət Vəzirov və Bəli. Tofiq Bakıxanov sağlığında Ədalət Vəzirovuna yaxınlaşıb və konsert yazılmasını istəyib ki, kamança ilə simfonik orkestr üçün konsert yazılsın, yazın. Ya, özün müraciət Bəli, edib ki, çünki o ərəfələrdə artıq o xarici ölkələrdə simfonik orkestrlar, kamança və simfonik orkestr konsertlər keçirilirdi. Bəli. Ona görə artıq eyni təkrar konsertlər olmasın deyə yeni konsertin yazılmasını Az idi o vaxt, tələb əsərlər də edilmişdi. az Bəli. idi, bəli. 2 konsertdə belə bir, yəni bildiyimiz 2 konsert, amma o Zakir Bağırov o qədər çox səslənmir, ifa Bəli. olunmur. Bəlkə də tədris müəssisələrində ifa olunur tələbələr tərəfindən, amma belə orkestr ilə ən çox Hacıxan Məmmədov və kamança ilə konserti ifa olunur. Bu konsert yazıldı, amma hayf ki konsert səslənmədi atamın ifasında. Nədən görürsən? Çünki hazırlanmışdı. Bəli, biz bunu konsertdə ikinci hissəsini gənc bir kaman ifaçısı Hüseyn Ağayevlə bir yerdə ifa elədi. Mən və o ikinci hissəsini İfa etdik. Həmin o konsertdən bəli, ifa yubiley etdik. konsertində. Bəli, bəli, xatırladım. Bəli. Ümumiyyətlə həmin 75 illik yubileyinə həsr olunmuş Beynəlxalq Muğam Mərkəzində olan konsert mən qeyd etmək istərdim ki, yüksək səviyyədə təşkil olundu. Demək olar ki, elə sənət aləmimizin bütün sənət cəmiyyətinin ziyalıları, sənətkarları orada yığılmışdılar və siz necə düşünürsüz? Ədalət Vəzirovun adına layiqmi keçirildi? Yəni öz təəssüratlarınız. Mən bu günə qədər mənə müraciət olunan kamança ifaçıları hər zaman onu görənlər də olub, onu görməyənlər də olub Bəli. da. Məsələn, onu görməyən kamança ifaçıları hər zaman deyir ki, bu insan bizim mənəvi müəllimimizdir. O qədər var gənc ifaçılar ki, heç atamdan təhsil almayıblar, amma necə o insanın qulaq asaraq ondan bəhrələnib, onun musiqini elə çatdırırlar ki. Bəli, çox eşidirik biz bu fikirləri. Mən elə bilirəm ki, həqiqətən olan müəllimi Ədalət Vəzirov olub. Çünki elədir, onun lent yazılarını izləməklə, onun ifalarını dinləməklə də Bəli, nələrsə öyrənənlər var. həmin o konsertdə də indi belə deyək də, onun əsl tələbələri olmuş insanlar var. Elnur Əhmədov, Elnur Gözəl Əhmədova. sənət. Ümumiyyətlə mən Özdə o qulaq asanda tələbələri elə ilə- bilirəm ki, mənim atamın əlləri kimi O dərəcədə Elnur Əhmədov. belə bənzəyir də, mən onu hiss eləyirəm. Onu Bəli. bəlkə heç kəs hiss etmir, mən amma onu hiss eləyirəm. Özünə də demişəm bu barədə ki, yəni o onun davamçısıdır, layiqi davamçısı Elnur Əhmədovdur. Bəli. Başqa sənətçi, kamança sənətçiləri də var. Əlbəttə, bəli. Belə Toğrul Əsədullayev, Bəli, sonra bəli. Elnur Salahov. Bəli. Hər birini salamlayır. bəli. Onlar çalışırlar ki, Ədalət Vəzirov Hətta sənətinə gənc ifaçılar Bəli. var ki, məsələn, o gün həmin konsertdə elə performans göstəriblər ki, yəni hamı dillərə əzbər düşübdü. Bəli. Adlarını çəkmək də istəyərdim. Cahandar Buyurun. Mikailov, Elnur Aha. Mikailov, sonra yadımdan çıxar Təbriz Yusifov. Bəli. Elə gənc Elə ötən həftə bizim qonağımız olan Anar Yusuf da söylədi ki, sən demə elə o da onun zamanında fanatı olmuşdu. Bunlar Bəli. hamısı onun mənəvi Hamısı görürsünüz ki, bəhrələnirlər. müəllimi kimi də onlar olan bəhrələniblər. Bəli. Bizim bir bağlantımız da var. Daha bir bağlantımız gözəl sənətkarımız, professor, əməkdar incəsənət xadimi və bu gün Asəf Zeynallı Musiqi Kollecinin rəhbəri Nazim müəllim Kazımov hazırda telefon bağlantısındadır. Bayaqdan gözlətmişik Nazim müəllimi, üzrlü hesab etsin. Hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir, hər vaxtınız xeyir. Necəsiz Nazim müəllim? Çox sağ olun, minnətdaram, Hacıxan. Qulaq asıram, mənim dostum, tələbə yoldaşım, görkəmli sənətkar, pedaqoq, əməkdar artist, doçent, Ədalət Vəzirov haqqında mən saatlarla danışa bilirəm, ancaq bilirəm efirdə vaxt azdır. Buyurun, düzdür. Mən demək istəyirəm ki, mən bu Vəzirovlar ailəsi ilə ümumiyyətlə yaxın olmuşuq. Asəf Zeynallıda Kamil Vəzirovla notarda oxuyurdu, bir yerdə oxumuşuq. Konservatoriyada Ədalət müəllimlə bir yerdə oxumuşuq və bir katedrada uzun müddət bir katedrada, xalq alətləri katedrasında işləmişdik. Bəli, bəli. Ədalət müəllim nəinki sənətkar, görkəmli sənətkar. Onun ayın 27-sində Muğam Mərkəzində keçirilən tədbirdə
bir 15'e yaxın kamança saçıları oldu. Bəli. Mən adlarını saymayacağım, onun tələbələri, onun pərəstişkarları bir-birindən gözəl ifalar oldu orada. Həm də mən qeyd edim ki, o muğam mərkəzində də qeyd olunmadı. Deyim ki, Ədalət müəllim həm də gözəl pedaqoq. Bu tələbələri yetişdirməklə bərabər, həm də gözəl təşkilatçı idi. O Sumqayıt Sultan Hacıbəyov adına o vaxt ki, Sumqayıt Musiqi Kollecine 3 ilə yaxın rəhbərlik elədi. Yeniliklər gətirdi o kollecə. Nə qədər oradan tələbə yetişdirdi. Bəli. Və onun bütün dünya miqyasında da Zeynəb Xanlarova bizim görkəmli sənətkarın dünyanın neçə ölkəsində çıxış edib. Mən bir şey xatirəmi qeyd etmək istəyirəm ki, Aydan xanım, salamlayıram burada. Salam Nazim müəllim. Aydan xanımın özü bizim kollecdə Ədalət sağlığında işləyirdi. Və günlərin bir günü bizim qonağımız oldu. Jeffrey Verbock Amerikadan gəlib. Bizim uşaqlara qulaq asdı. Sonra istədi bir kollektivlə bizim siniflərlə tanış olsun, piyanistlərlə, tarsalanlarla. Biz sinifləri gəzirdik. Bizdən qapını açdım. Mən bilmirdim Aydan kişinidir. Girdik otağa və dedim ki, Jeffrey bilirsən bu kimdir? Dedi, kimdir? Dedim, bu Ədalət Fəzirovun qızı. Jeffrey nə hala düşdü? Bunun yanında gələn su gətirmək, yarıman atmaq. O dərəcədə. Nə danışır? O dərəcədə həyəcanlandı. Yanındakı dedi, Nazım müəllim, neynədir? Bu saat yıxılacaq. Bir saat yoxsuzaq. Dedi ki, Amerikada mənə kamança tutmağı Ədalət öyrədir. Təsəvvür edirsiniz? Bəli, bəli. Allah rəhmət eləsin. Biz ondan həm də böyük bir işdir. Xaricilərə, əcnəbilərə də bizim sənəti, bizim musiqi alətini sevdirmək bu həqiqətən də dahilikdir. Və elə Türkiyədə o Hacı Xan Məmmədovun kamança konsertini orkestrdə bütün tək türklər dördürdü. Dünyanın hər bir ölkəsindən ifaçılar vardı. Onlar necə ədaləti qarşılayırlar və əfsuslar olsun ki, axırıncı konserti alınmadı. Allah ona qanı rəhmət eləsin. Mən saatlarla danışa bilərəm. Aydan qızımız da onun yolunu davam etdirir. Musiqi sahəsində böyük nailiyyətləri var. Əvvəl bizdə işləyirdi, bugün də Sənət Universitetindədir. Orada bütün müvəqqətlər arasında. Var olasınız Nazim müəllim. Qanı rəhmət eləsin. Amin. Allah sizə də can sağlığı versin. Var olasınız. Təşəkkür edirik Nazim müəllim. Təşəkkür edirik ki, bizimlə efirə qoşuldunuz, bizimlə ünsiyyətlə oldunuz. Əməkdar İncəsənət xadimi, professor və Asəf Zeynallı Musiqi Kollecinin rəhbəri Nazim Kazımov idi. Təşəkkür edirik. Nazim müəllim, o qədər maraqlı bir xatirəni söylədi ki, bəli. Onlarla Asəf Zeynallıda birinci ilk iş yerim Asəf Zeynallı. Oradan başlamışdı. Bəli, orada özdə onu da inan onun indi xatirəni danışma Nazim müəllim. Mən özüm qeyd eləmək istərdim. Deməli, günlərin bir günü mən indi 4-cü kursda oxuyuram. Akademiyanın 4-cü kursudur. Qarşıda məni dövlət imtahanları gözləyir. Məsuliyyətli bir kursdur. Atam xahiş edib ki, Nazim müəllim, biz qızımı işə götürəsiz də. O da deyir ki, axı hələ 4-cü kursdur, bitirməlidir. Biz yəni hələ varıq da, bu kollecdə işləyirəm. O bitirəndən sonra da yəni bizim kollecdə işləyər Aydan. Nəsə elə olub ki, deyib, yox, hələ indi istəyirəm ki, başlasın işə, bu il başlasın işə. İnan o başlayan, mən başlayan ili işə, öz iş fəaliyyətimə, pedaqoji fəaliyyətimə atam dünyadan köçdü. Amma Nazim müəllim götürdü məni, sağ olsun. Buradan ona çox sağ ol, təşəkkür. Yəni ilk iş yerim mənim musiqi kolleci olub, doğma bir məkandır. İndi mən oradan çox şey öyrənmişəm. Çox gözəl kollektivdir. Hər kəsin belə deyək də sənətə başladığı yolu oradan keçir. Bəli. Bəli. Oradan başladım. Ondan sonra yəni 1-2 aydan sonra atam dünyasını dəyişdi, amma bildi ki, Nazim müəllim məni işə götürdü. Yəni o rahatçılıqla, bəli, yəni göz arxada qalmadı. Hər zaman bunu əslində düşünmüşəm Aydan xanım, heç vaxt sizdən bunu soruşmamışam. Amma bugün soruşmaq istəyirəm efirdə. Nədən pianonu seçdiniz, kamancanı seçmədiniz? Mən heç özüm də bilməmişəm pianoya necə gedirəm. Mən təsəvvür edin, 6-7 yaşım var, bir də görürəm mənim əlimdən tutublar, məni Bülbül adına məktəbə gətiriblər. Bülbül adına məktəbdə başlayıram təhsilə. 1-ci sinifə gedirəm. Piyanoda, bəli, soruşulmadan, heç bir şey bilmədən, uşaq olursan da, yəni 6-7 yaşında uşağı gətirirlər məktəbə və pianoya qoyurlar. Yəni biz necə, mənə bu sənəti də seçməyə çox şükür ki, mənə valideynlərim məhz bu sənəti veriblər. İnanın, yenə də dünyaya gəlsəm, yenə də musiqiçi olaram. Yenə də mən, amma bir
məqsədim də var ki, yəni bu kamança sənəti mütləq bu nəsildə davam olunmalıdır. Aha. Mütləq şəkildə. Varmı? Yoxdur, əfsuslar olsun, Ay. kamançaya gedən bir nəfər, övladlarım musiqiyə getmir, amma gələcəkdə düşünürəm ki, mütləq bu məncə də. kamançanı davam etdirən bir şəxs Mütləq. olmalıdır bizim Çünki nəsildə. o deyir, o istedad bir nəsil ötür, Gendə gendə varsa, getməlidir də. Bu yəni mütləq o itməməlidir bu ötürülməlidir. kamança sənəti və mən çox xoşbəxtəm ki, mənim valideynlərim məni bu sənətə qoydu. Mən bu sənətlə davam elədim. Yenə də sağ olsunlar, Allah rəhmət eləsin hər ikisinə, amma necə deyirlər, zaman həyat belədir də. İndi kaş hərdən deyirəm ki, yəni həyatımda olardılar. Yəni kimsə şöhrətli olmaya da bilərdi, sənətkar, amma mənim həyatımda olardılar bu kəslər. Amma inanırıq ki, o sənətkarı da adi insandan fərqləndirən odur ki, o daima yaşayır. Onun sənəti var olduqca, onun adı yaşadıqca, onun sənətdə elədikləri unudulmayana qədər o yaşayır və hətta bir maraqlı efir kənarı bir söz söylədiniz mənə. Bilmirəm onu efirdə danışmaq istəyərsinizmi yoxsa yox, o yuxunuzla bağlı. Bəli. Deməli konsert bitəndən sonra bu yubiley konserti ümumiyyətlə ondan öncə də mən çox yuxuma gəlirdi atam. Yəni bu kamançanı gətirib qoyurdu. Nəsə belə bir kamança ilə əlaqəli bir yuxular görürdüm. Bu konsertdən sonra deməli yuxuda görürəm ki, çox gənc bir vaxtlarda atamın və mənə deyir ki, siz niyə bu konsertdə bu mahnını niyə səsləndirmədiniz? Bu mahnı da gedir, mahnını da qoyub mənim. Bu deməli Zeynəb Xanlarovun repertuarının darıxma mahnısıdır, amma bunu sonralar Zamiq müəllimlə Ədalət müəllim bir yerdə instrumental ifa ediblər. Çox gözəl də alınıb. O məşhur bir mahnıdır. Ələkbər Tağıyevin mahnısıdır. Yox, səhv elədim. Tofiq Quliyevin mahnısıdır, Darıxma mahnısı. Bunlar da çox gözəl onu ifa eləyiblər. Bu Zeynəb Xanlarovun ansamblın solistlərinin bir instrumental ifası var. Bəli. Mən elə yuxudan durdum, ağladım. Kaş bu səslənərdi, kiminləsə bir müşayiətlə olunardı. Zamiq müəllimə dedinizmi bu yuxunuzu? Bu yuxunu danışmışam ona, bəli. Yəni özümə də çox belə qəribə gəldi ki, yuxularda necə ruhlar bunu duya bilər ki, bu konsert keçib və orada mahnı səslənməyib. Ən azından o agahdır o konsertindən, onun 75 illiyini həsr olunan, onun adına layiq, sənətinə layiq, onu o həmin əlbəttə ki, gecədə, axşamda onun işığına hamı toplaşmışdı, onun sənəti orada. O konsertin ilk nömrələrində bir şey qeyd etmək istəyirəm. Necə mənə xoş oldu. Deməli, Ədalət Vəzirovun tələbəsi Elnur Əhmədov və onun tələbələri. Təsəvvür eləyin. Bəli, bax, necə gözəl nömrə idi o. Çox gözəl elə bil ki, özünə də dedim. Bəli, hətta özünə də dedim ki, Elnur müəllim, siz çox gözəl bir şey seçmisiniz, belə bir təşəbbüsdür ki, siz və sizin tələbələr. Belə çıxır ki, Ədalət müəllimin nəvələri də bu kamança ifaçılar. Siz necə gözəl mənə təəssürat baxdınız. Çox gözəl nömrə idi. O demək olar ki, belə deyildi, ulduz nömrə idi o. Razıyam sizinlə, həm də sosial media hesablarında elə Elnur müəllim özü də paylaşmışdı, izləmişəm, elə konsertdə də düşünürəm ki, ən yadda qalan nömrələrdən idi. Xanəndələr də çıxış etmişdi. Kamilə Nəbiyeva, Mirələm müəllim, sonra Simarə xanım İmanova, Məsum İbrahimov, bəli. Onlar ümumiyyətlə Məsumla atam bir yerdə qastrol səfərlərində olublar. Dövlət tədbirlərində çox iştirak ediblər. Bu konsertin də ərsəyə gəlməsində Muğam Mərkəzinin rəhbərliyinə, sahib Tarzan Sahib Paşazadə öz təşəkkürümü bildirirəm. Ümumiyyətlə onların mənə göstərdiyi dəstək, təşəbbüs etdikləri dəstəyə görə onların musiqi redaktoru Şükfə xanıma öz təşəkkürümü bildirirəm. Çox gözəl tədbir keçdi. Bəli, qoşuluram. Son illərdə bəli, Beynəlxalq Muğam Mərkəzində elə Sahib müəllimin rəhbərliyi ilə bu cür sənətkarların yaradıcılıq gecələri təşkil olunur. Nə gözəldir əslində bu. Çünki həm də bu gündə o sənətin var olması üçün, yaşaması üçün, bu gün yenidən gündəmə gəlib, yenidən müzakirə olunması sənətkarın var olması deməkdir. Sənətkar üçün də bundan bəli, unudulmağa qoymurlar və bunun üçün də bütün təşkilatçılara təşəkkür edirik. Amma sizin həm də bugün bir musiqiçi kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində siz instrumental ifaçılıq kafedrasının baş müəllimisiniz. Həm də bildiyimə görə elə dissertasiya işinizi başlamısınız. Elə mövzunuz da Ədalət Vəzirovdur. Bəli, 20-ci əsr, biraz bundan danışmaq. 20-ci əsr kamança ifaçılıq kontekstində Ədalət Vəzirovun yaradıcılığıdır mövzum. Artıq ilkin müzakirəm olub. Elmi rəhbərim də çox gözəl
xanım Leyla xanım Zöhrabova bizim akademiyanın musiqi akademiyasının müəllimidir. Ramiz Zöhrəbovun Bəli, qız övladı, bəli. Çox xoşbəxtəm ki, elə mənim elmi rəhbərim Leyla xanım Ay, çox nə dəstəkdir gözəl. mənə bu yolda, böyük yoldur bu. Bəli. Artıq biraz tamamlamışıq bu yolun bir hissəsini. İrəlidə bizi seminar və müdafiə gözləyir. Ay inşallah uğurlu ondan da olsun, uğur uğurlu. arzu edirik Bəli. sizə. Mövzu mütləq ki bu olmalıdır. Mütləq, Bəlkə də bəli. sizdən bunu gözləyirdilər. Çünki mütləq bu mövzunu siz işləməliydiniz. Yəni belə Başqa deyək kim də eləməli idi? təvazökarlar bunu kim eləyə bilərdi? Bəli. Yalnız mən. Etməliydiniz və bu da uğurlu olsun. Əlbəttə ki, Çox sağ olun. elə həmin gün mütləq Qeyd olundu ki, bu, bəli. bu mövzuya toxunuldu orada. Aha. Ki inşallah bu müdafiəm olandan sonra da Bəli. bunu böyük bir kitab şəklində monoqrafiyasını düşünürük. İnşallah. Böyük yoldur yəni. İrəlidə Bəli. bizi gözəl. Çətin, amma Çətin və şərəfli bir yol yoldur, və ən bəli. azından atanızın adını siz layiqincə yaşadırsınız, daşıyırsınız. Necə ki, soyadını da yer gəlmişkən dəyişməmisiniz. Bu da gözəl bir hissdir. Sözsüz ki, bir övlad üçün, bir sənət adamı üçün. Amma çox maraqlıdır. Bir ötənlərə qayıtsaq, Ayda xanım, nə zaman siz hiss etdiniz ki, siz sənətkar övladısınız? Yəni adi atanız, yəni hər bir ailədə, yəni sənətkar evdə adi bir atadır da. Amma onun yəni adiliyindən kənarda olmasını və xalq tərəfindən sevilməsini, bir sənətkar ailəsində yaşamağınızı nə zaman dərk etdiniz? Ümumiyyətlə sənətçi qızı, sənətçi övladı olmaq çox çətin bir vəzifədir. Nəyə görə deyirəm? Biz uşaqlıqdan heç atamızı o qədər evdə çox görə bilmirdik. Daima konsertlər, daima səyahətlər, qastrollar, daima yəni özdə bir neçə həftəlik yox, bir neçə aylıq olurdu O bu. dərəcədə Bəli. uzun çəkirdi. Çünki onlar başqa qitələrə gedirlər. Amerikaya idi, Avstraliyaya idi konsertlərə. Bəli, Biz bəli. görəndə atamız evdə bizim üçün böyük bir bayram idi. İnanın ki, o elə bir ki necə Gəlirdi, deyimsə, gedirdi. Gəlirdi, gedirdi. Eləcə Bəli. də yəni axı biz indi belə deyək də, onun indi fəaliyyəti tək qastrollar olmayıb. Sözsüz ki, Pedaqoq kimi də bəli. fəaliyyət göstərib. Yəni bizim üçün atamız əlçatmaz olub evin içində. Biz onunla danışanda biz üçün böyük bir bayramıdır. Heç öz sözümüzü ona belə Bəlkə də elə evə tet-a-tet gələndə deyə bilmirdi. Yalnız anamız vasitəsilə ki, o cür- çox çəkinirdi. çəkinirdiniz. Bəli. Yəni o bəlkə də elə artıq o evə gələndə artıq siz bilirdiniz ki, yəni sizin atanız sənətkardır və o belə Amma də buna olmalıdır. baxmayaraq çox zarafatçıl insan olub həyatda, çox şən, çox pozitiv. Yəni belə desək ki, zəhmi varsa onun çox belə gözəl də zarafatları, çox gözəl necə deyimsə, onu daha yaxın daha yaxşı dostları bilər ki, o necə zarafatçıl insan olub. Bəli. Amma biz də onu hiss eləmişik. Yəni çox elə də belə zəhmli insan görünüşü ilə olsa da biz onun yəni ailə olaraq çox mehriban insan olub ailəsində. Mehriban insan olub, həm də zarafatçı Qayğıkeş, ata, Bəli. necə deyimsə, nəinki bizi, mən indinin özündə Sumqayıt Musiqi Kollecindən elə sözlər eşidirəm ki, yəni necə bizə burada dəstək olub, nəinki belə ata olaraq, Bəli. bir dost olaraq, qardaş olaraq bizə həmişə daima üstümüzdə necə deyimsə, bir o qayğını göstərən bir insan ki, qayğıkeş insan olub. Bəli. Bunu Yəni onu eşitmək siz xoşbəxtlikdir, görürsünüz, inanırsınız. Onu hiss etmisiniz. Bəli, yəni, yo, o da mən böyük ona indi xoşbəxtlik. gələndə o sözləri eşidəndə çox xoşbəxt oluram ki, mən gör kimin övladıyam. Bəli, çox şükür. Şərəfdir. Bəli, böyük bir şərəfdir və bunu şərəflə də, layiqincə də daşımaq da böyük bir məsuliyyətdir. Məsuliyyətdir, bəli. Çiyinlərinizdə böyük bir missiya daşıyırsınız. Həmin gün siz də səhnə almışdınız. Siz də səhnədə çıxış etmişdiniz və əlbəttə ki, yadda qalan ifalardan biri də o idi. Bu gün ümumiyyətlə Ədalət Vəzirovun repertuarına nəzər yetirdikdə, onun sənətinə nəzər yetirdikdə, həm də biz Mark Eliyaxonu qeyd etməyə bilmərik. Bayaq söylədi, o Jeffrey-ni söylədi də Nazim müəllim. Aha. O Jeffrey Verbach da indi Bəli. Amerikada yaşayır. Mən izləyirəm onu da. Təsəvvür eləyin, o dərsi necə alırdı? Aha. Zənglə, telefon zəngi ilə. Bizim axı aramızda böyük bir məsafə var, neçəsə saat var da, Bəli, onlarda səhər, bəli. bizdə axşam. O zəng edib mənim atamdan dərs alırdı. Bilməm, deyəsən gecə onlarda səhər olanda bizdə axşam bəli, olurdu. axşam olur. Və Aha. axşam saatla mənim atam ona kamança ifa edib telefonla, təsəvvür Telefonla, eləyin, yəni telefonla, görüntü olmayan vaxtlarda. ev telefonu ilə dərs keçib. İnanılmazdır. Mən indi dərk edirəm ki, görün Necə nə çətin. qədər bir böyük bir insandır ki, bu zəng vurub və ondan dərs Və istəyir. dünyanın o tayından zəng eləmək, gecə bir yarısı. Təsəvvür xarici telefonla, insan, bəli. Azərbaycan onu aşılamaq var, musiqini başa düşmək məsələsi Dərk var, eləmək məsələsi
eməyi ailəsi var, xarici bəli. insandır. Və o da bilirsiniz ki, yerli bizim Azərbaycan soydaşlı bir insanla ailə həyatı qurmuşdu. Aa. Birbaşa bəlkə də indi o da kömək olurdu ona dil barəsində. Bəli. Daha sonra da Mark Eliyahu, Yahudi əsilli bir gənc ifaçı bizim evimizdə yaşayıb. Hətta mən bildiyimə görə sizin evdə yaşadı. Bizim evdə yaşayıb, Bəli. bizim evdə atamdan təhsil alıb. Bir neçə ay təhsil aldı, amma necə öz üzərində işləyib dünya şöhrətli bir demək olar ki, İfaçı bu dəqiqə oldu. gənclərin ən sevdiyi Bəli. bir ifaçı oldu. Bu gün ümumiyyətlə əcnəbi musiqiçiləri arasında kaman ifaçılığında Mark Eliyahu xüsusən sevilir və o amma Ədalət Vəzirovu sanki o borcunu hiss edir öz üzərində, öz çiyinlərində və o borc hissi ilə mi deyim, nə bilim o mənəvi sanki borcunu hələ də yerinə yetirir və biz Azərbaycana gəlir, burada hər zaman konsertlər mütləq verir. qeyd edir ki, mən bu ailə Deyir. mənə çox Aha. doğmalıq göstərib, mehribançılıq göstərib, mən bu ailədə yaşayıb, bu sənəti öyrənmişəm. Mütləq onu qeyd edir. Bəli. Və bu gün bu il həm də bilirik ki, ildə ümumiyyətlə bir dəfə və yaxud 2 dəfə gəlib 2 dəfə ən azından. 2 dəfə konsert verir. Düzdür, əcnəbi musiqiçilərin kamana münasibəti başqa cürdür, ifaçılığına başqadır. Yəni bizim ifaçılar başqadır, Sözsüz. xarici. Yəni Sözsüz, onu yəqin ki, mən siz onu də hiss mütləq qeyd edirsiniz. etməliyəm. Bəli. Öz ifaçılarımız, yəni Bəli. onun sənətini davam etdirən kamança ifaçıları, hətta onu görməyib, eşitməyib, bilməyib, ancaq zapislərlə qulaq asan bir gənc ifaçılarımız var ki, o yolu davam etdirirlər layiqincə. Mən bunu Bəli. mütləq vurğulamalıyam. Bəli. Bu gün Ədalət Vəzirov sənəti bəli yaşayır. Onun tələbələri də bu gün öz məktəbini davam etdirirlər. Bax elə Elnur Əhmədovun timsalında, onun simasında qeyd etməliyik ki, bəli, bu gün Ədalət Vəzirovun tələbələri yeni nəsil, nəsildən nəslə ötürülür və siz də bir musiqiçi olaraq düzdür piano üzrə, amma yenə də onun arzusu idi da sizi musiqidə görmək istəyirdi əlbəttə. və bu gün də siz sənətdəsiz. Bundan sonra necə düşünürsünüz? Bax hazırda dissertasiya işi də götürmüsüz. Mövzu olaraq da bu Ədalət Vəzirov mövzusunu işləyirsiniz. Ümumiyyətlə Ədalət Vəzirovun sənətinə olan dəyər, bu gün onun sənətinə, onun şəxsiyyətinə olan ehtiram, sayğı yetərincədirmi? Gələcəkdə nə kimi arzularınız var? Çox böyük arzularım var. O arzuları da əvvəlcədən demək biraz Düşmür, ola bilər. O arzular İşin inanın ki, düşməməyi var. bir neçə punkta bölmüşəm o Hətta, arzuları ki, ay nələr maşallah. olacaq, nələr eləmək istəyərdim inşallah, Allah kömək olsun. Bəli. Mənə elə gəlir ki, o siz dediyiniz onun davamçıları o konsert zamanı elə çox gözəl ifa elədilər ki, Bəli. artıq sözə ehtiyac yoxdur. Yəni onun davamçıları, onun məktəbi belə deyək də kamança əmin əllərdədir ki, belə gözəl ifaçılar var ondan sonra, belə Bəli. gözəl gənclərimiz var. Bəli. Bu sənəti layiqincə də davam etdirirlər. Bəli, və siz də dilə gətirdiniz o arzunu, siz də söylədiniz. Mən də əlbəttə arzu edərdim ki, Ədalət Vəzirovun həm də bu sənəti onun öz ailəsində də nə zamansa mütləq ki Mütləq olmalıdır. davam etdirilsin. İnşallah bunu arzu edirəm. Çox təşəkkür edirəm Aydan xanım. Elə birinci arzularından biri də Biri odur. odur. Onu da İlki həyata odur, bəli. keçirməyi, realizə etmək üçün əlbəttə ki, o bir ömür arzu edirəm ki, o arzuları həyata keçirəsiniz. Məndən tez-tez soruşurlar ki, Ədalət Vəzirovun kamançası hardadır? Aha. Kamança hardadır? Kamança Heydər Əliyev mərkəzində yerləşən muzeydədir. Bizim qədim musiqi alətlərimizin bir muzeyi var orada. Bəli. Orada saxlanılır Heydər Əliyev fondu tərəfindən. Yəni bu çox şərəfdir. Və artıq Azərbaycana kim gəlsə o muzeyi seyr eləsə, o muzeydə o qorunub saxlanılır. Və mən çox şadam ki, mənim atamın kamançası elə məhz oradadır. Bəli. Mən başa gözəl düşürəm, yer kamança ifaçıları üçün bu biraz fəxr olar ki, o kamança da ifa Əlbəttə, eləsinlər. Amma ki, bəli. mənim üçünsə o kamança atamın zirvəsidir də, o kamançası ilə olunan bir sənətini o ilə təmsil edib. O kamança da oradadırsa nə xoş mənə ki, kamança qorunub saxlanılır və gələcək nəsil də onu tanıyacaq. Çünki orada bir stend də var, orada onun haqqında da məlumat gedir. Nə gözəl. Elə ən gözəli də budur ki, bu bəlkə də bu bir ifaçı ifa edə bilərdi, amma oranı ziyarət edən o qədər milyonlarla insan İnsanlar var hələ ki. neçə illər, əsrlər o kamançanı gördükcə Ədalət Vəzirovun irsini, sənətini öyrənəcəklər və o da əlbəttə ki, yaşayacaq, onun ruhu şad olacaq, insanların isə qəlbi bəli. şad olacaq. Çox təşəkkür edirəm Aydan xanım. Çox Mən də təəssüf ki, təşəkkür yekunlaşdırmalı
salamlayıq. Çox sağ olun. Əslində elə bir mövzudur, elə bir sənət yoludur ki, saatlarla danışmaq olar və bu il məhz Ədalət Vəzirov deyilən bir zirvənin 75 illiyi qeyd olundu və neçə belə yubileylər inşallah qeyd edəsiniz və mən arzu edirəm ki, əlbəttə bu dissertasiya işini də uğurla yekunlaşdırasınız, xəbər verin, çünki o kitabın da mütləq təqdimatına da gəlib iştirak edəcək və sizə uğurlar arzu edirəm Aydan xanım. Çox şərəflə, böyük sevgi hissi ilə, sevinç hissi ilə bunu daşıyırsınız və Aydan xanımla biz Ədalət Vəzirovdan çox tez-tez danışırıq. Hətta illər əvvəl biz qonşu da olmuşuq. Yəni ümumiyyətlə Akademiyada bir yerdə oxumuşuq. Akademiyada da bir yerdə oxumuşuq və kamal ifaçılıq sənətini sevməyimdə də Ədalət Vəzirovun çox böyük rolu olmuşdu. Çünki mən də məhz kamal ifaçılıq sənətini onun ifasında sevmişəm. Bu gün də çox sevirəm və bu gün mənim üçün kamança xüsusi bir önəm daşıyır mənim həyatımda da və düşünürəm bu gün kamança ümumiyyətlə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu gün bizim bax bu musiqi alətlərimiz, tarımızdır, elə sazımızdır. Onları zirvədə görmək, zirvədə qoruyub saxlamaq, sahib çıxmaq hər birimizin borcudur və həm də elə o musiqi alətlərini tanıdan, illərlə çiyinlərində, illərlə qəlbində daşıyan sənətkarlarla yad etmək bizim borcumuzdur. Biz də Mədəniyyət Nazirliyi və Dalğa FM radiosunun ortaq media layihəsi Sənətin Səsində bu gün bir daha Ədalət Vəzirovun işığına toplaşdıq. Onu yad etdik və əlbəttə ki, Aydan xanım, onun yadigarı, onun layiqli davamçısı Aydan Vəzirova ilə birlikdə təşəkkür edirəm. Çox sağ olun Sevinç xanım. Mən sizə təşəkkür edirəm ki, bu gün bu yubiley konserti bir daha burada qeyd etdik, danışdıq, xoş xatirələrimizi bölüşdük. Təşəkkür edirəm. Var olasınız, minnətdarıq. Verilişlərimiz isə bütünlüklə Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosunun YouTube kanallarında da yerləşdirilir. Oradan da bizi izləmək mümkündür. Dalğa FM-də görüşmək və eşidilmək ümidi ilə. Salamat qalın.